Xeyr Namazov 8-ci sinif paralleloqram bölməsinin 1-dən 8-ə qədər izahı kanalımda var. 9-dan başlayaraq izahını edəcəm. Deməli, burada şəkil 20-dən söhbət gedir. Ona görə şəkili mən əvvəlcədən çəkmişəm. Başlayaq tapşırığımıza. Deməli, 9-cu tapşırıqdan başlayırıq. Deməli, bucaq 4 ilə bucaq 5 87-dir. 4 buradır hər halda. Gəlin bu bucaqları əvvəlcə adlandıraq. Bilirik ki, paralleloqramda iti ilə iti, körlə də kör bərabər. Yəni mən bu itilərə AA deyərəm. Bucaq 5-ə tutaq ki, bir B desəm, burada bir qayda var. Deməli, Z qaydası. Baxın, paralel düz xəttin kəsən əmələ gətirdiyi daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Onda mən əgər 5-ə B demişəmsə, 3-ə də B deyə bilərəm. Deyə bilərəm, yox deməliyəm. Çünki 3 də B-dir. Yaxşı, 3-ə də bir B yazıram. Hələ ki, bura qədər adlandırdıq. Baxaq görə indi bizə nə verir? Bucaq 4 üstə gəl, bucaq 5, 87. 4 ilə 5 nədir? A və B. A üstə üzərinə gəlirəm, B bərabərdir 87. Və baxaq görə bizə başqa nə verib? Bucaq 1 çıx, bucaq 3 də 17-dir. 1 ilə 3-ün vəziyyətinə baxıram. Bucaq 1 A-dır. A çıx, bucaq 3 B-dir, bərabərdir. 9-cu sual. 17-yə. Biz buradan inəyərik. Tərəf-tərəfə toplayaram. Toplasam, B-lər ixtisar gedər. Qalar 2A bərabərdir 14, 9, 104. A da bərabərdir 52-yə. A-nı tapandan sonra B-ni də tapa bilərəm. İstəyərəm bu sistemdə qoyaram yerinə, istəyərəm burada. Fərqi yoxdur. İkisində də hər iki halda eyni cavab alınacaq. Mən yuxarıda qoyacam A. A-nın yerinə 52 qoyuram. Deməli, olacaq belə. 52 üzərinə gəlirəm B bərabərdir 87. B bərabərdir 87-dən 52 çıxsam 5, 35. A-nı da tapdım və B-ni də tapdım. A-mız 52, B-miz 35 dərəcə. Baxa görə bizdən nə istəyir? Bucaq 2 çıx, bucaq 3 fərqini istəyir. Gəlin bucaq 2-ni də tapaq. Sonra 2 ilə 3-ün fərqini hesablayarıq. Baxırıq burada bir üç bucağı nəzərinizə çatdıracam. Bax, bu üç bucaqda görürük ki, A da var, B də var. Burada da həm 2 də var. Mən 2-ni A və B vasitəsilə tapa bilərəm də. Bilirik ki, üç bucağın daxili bucaqlar cəmi 180 dərəcəyə bərabərdir. Bunları istəyirəm, bunlar artıq informasiyalardır. Üç bucağın daxili bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Və burada görürəm ki, A 52-dir, 180 çıx 52 üstə gəl 35. Bərabərdir. 180-dən 52 ilə 35-in cəmi. 52 ilə 35-in cəmi bizə verəcək 87. Deməli, 35-in cəmi 87 çıxırıq. 180. Vaxt getməsin deyə hesablayıcıdan istifadə edirəm. Eləyir bu 93. Bucaq 2-ni tapdıq. Bu elədir bucaq 2. Bucaq 2 var əlimdə. Bucaq 3 də B-dir. 35-dir. Bizdən deyir ki, bucaq 2 çıx, bucaq 3-ü hesabla. Bərabərdir 93 çıx 35. 93-dən də 35 çıxanda eləyir cavab 58. 58. Fərqi tapdıq ki, 58. Davam eləyək 10-cu tapşırıqla. 10-cu tapşırıq da yenə bu şəkil üzərinə qurulub. Şəkil üzərinə qurulub. Burada yenə A, B, C. Yenə gəlin adlandıraq, hər halda lazım olacaq. İtilərə AA deyək. Sonra burada çarpaz 3 ilə 5 çarpazı dedim, niyə görə ispat elədim. İndi gedək. Baxaq tapşırımıza. Bucaq 1-in bucaq 2-yə nisbəti. Bucaq 1-in bucaq 2-yə nisbəti. Bu tapşırıq 10-dur. Bucaq 1-in bucaq 2-yə nisbəti bərabərdir 4-ün 5-ə nisbəti. Bilirik ki, nisbətlərdə birinciyə bərabərdir, ikinci də ikinciyə bərabərdir. Yəni mən 1-ə 4K yazaram. Bucaq 1-ə yazaram 4K. Sonra bucaq 2-yə də yazaram 5K. Bilirik, belə nisbət verəndə mütənasibliklə yazsaq daha doğru olar. Sonra bizə nə deyir? Bucaq 2 çıx, bucaq 3 44-dür. Bucaq 2 çıx, bucaq 3. Bucaq 2-miz 5K-dır. 5K çıx B bərabərdir 44 dərəcəyə. Burada B-ni də K-dan asılı vəziyyətə salıram. 5K çıx 44. Sonra bizə nə verir? Bax, əlimizdə var. Bax, B həm də bura çarpazlıqda axı. Bu üç bucağın, yenə bax, üç bucağın daxili bucaqlar cəmi 180 dərəcədir. Bir bucağı verib 5K, digər bucağı verib 4K. B-ni də tapdıq 5K çıx 44. Gəlin yerinə qoyaq. Deməli, olacaq belə 5K üzərinə gəl 4K
Üzərinə gəl 5k çıx 44 bərabərdir 180 dərəcəyə. Gəlin bunu hesablayaq. Bu eləyəcək 14k bərabərdir 180 üstündən 144 gələndə eləyir 224. 224'ü də 14'e bölsək 16. Aha. 224. K da bərabərdir 16. Gəlin bu indi artıq informasiyaları silək. K'mızı 16 tapdıq. Bizdən nə istəyir görək? Bucaq 1 üstəgəl bucaq 3. Birimiz 4K'dır. Bucaq 3'ümüz də B'dir. 4K eləyir 4 vur 16 64. Bucaq 3'dəki B'dir. B'miz nəyə bərabərdir? Baxın burada da. 5K B bərabərdir 5K çıx 44. O da bərabərdir 5 vur 16 çıx 44. Bərabərdir 5 vur 16 80 eləyir. 80'dən də 44 çıxanda 36. Aha. Deməli bucaq tapdıq. Birimiz 64'dür. Bucaq B'miz yəni 3'ümüz də 36'dır. Bizdən nə istəyir? 1-in 3'ün cəmi 64 üzərinə gəlirik 36. O da eləyəcək 90 100. Bu qədər bəsit. Yaxşı, davam eləyək 3-cü tapşırıq 11-ci tapşırıqla. 11-ci tapşırıqda nədir? ABCD paralleloqramında yenə gəlin buranı adlandıraq. A. Gəlin qırmızı ilə adlandırım ki, fərqli olsun, görünsün. Deməli A, B, B. Getdik. Bizə deyir ki, A, B, C, bucaq A, B, C üzərinə gəl bucaq 1, üzərinə gəl bucaq 2. Bərabərdir 265'ə. Baxaq. A, bura B'dir. Bura C'dir dedi. A, B, C. Bax A, B, C. Ümumilikdə bax bu kör bucağı nəzərdə tutulur. Gəl ona görə bir 2'yə də bir C'dən falan deyək. A, B, C'nin yerinə yazaram C plus B. Elədir. Bucaq birimizin yerinə yazaram A. Üstlərinə gəl. Bucaq 2'nin yerinə yazaram C. Bərabərdir 265'ə. Burada baxaq görək. Hə, bir də baxın bu üç bucaqda görürük ki, üç bucağın daxili bucaqları A, B, C. Üç bucağın daxili bucaqları cəmi nəyə bərabərdir? 180 dərəcə. Deməli mən burada A, B, C-nin yerinə 180 yazaram. Yazaram C üzərinə gəl 180 bərabərdir 265'ə. C də bərabərdir 265'dən 180 çıxsaq 85 eləyir desən. 265'dən 180 çıxsaq, bəli 85 eləyir. 85. Deməli bizdən nə istəyir? Bucaq 1 üstəgəl bucaq 5'i. Bucaq 1 üstəgəl bucaq 5. A isə bucaq 1 üstəgəl bucaq 5 nədir? A üstəgəl B cəmi istəyir. C əlimdə varsa, onda A üstəgəl B-ni necə taparam? Üç bucağın. Gəlin bu artıq informasiyaları silək. C-ni tapdıq 85. C görür ki, üç bucağın bir daxili bucağıdır da. Bizdən digər ki, xarici bucağını istəyir. Yazaram C-nin yerinə 85. Üzərinə gəl A, üzərinə gəl B bərabərdir. Üç bucağın daxili bucaqlar cəmi 180'dir. Buradan elə A üstəgəl B-ni istəyir bizdən. Ona görə yazıram A üzərinə gəl B bərabərdir 180 çıx 85. O da eləyəcək 95. Bu qədər. 12-ci tapşırığa baxaq. 12-ci tapşırıqda isə 21-ci şəkildir. Deməli bir dəqiqə. Onu da çəkmişdim ki, burada vaxt getməsin. Bu şəkildən söhbət gedir. Bilirik ki, qaydaları xatırlayaq. Paralleloqramda qarşı tərəflər cüt bərabərdir. Yəni sarı ilə sarı, digər rənglə də digər rəng bir-birinə bərabərdir. Bu bərabərlikdən istifadə eləyib. Burada yəni daxildə heç nə verilməyib. Bərabərlikdən istifadə edib. Yəni y üstəgəl 5 ilə 2y çıx 5'i bərabər eləyib y-i taparam. Y üzərinə gəl 5 bərabərdir 2y çıx 5. Məchullar bir tərəfə, məlumlar bir tərəfə. 2y-dən y çıxanda eləyər y bərabər mənfi 5 sol tərəfə keçəndə müsbət 5 olur. 5 üstəgəl 5 10. Aha, y-i tapdıq. Bizdən də elə x, y istəyir. Burada da bax sarılarla da sarılar bərabərdir. İndi gəlin bunları silək. Y tapdıq 10'dur. Y tapdıq 10'dur. Deməli burada da 2x üstəgəl 6 bərabərdir 3x çıx 3'ə. Yenə məchullar bir tərəfə, məlumlar bir tərəfə.
3x-dən 2x çıxanda qalar x bərabərdir 6. Mənfi 3 sağ tərəfə keçəndə olur müsbət 3. X də bərabərdir 9-a. Bu birinci şəkil. İndi ikinci şəkildə yenə. İkinci şəkildə də bax. Sarı ilə sarı. Bu rənglə də bu rəng bir-birinə bərabərdir. Və bərabərlikdən istifadə etsək. 30 çıx 3y bərabərdir 2y-ə. Məhsullar bir tərəfə, məlumlar bir tərəfə. Buradan alınır ki, 3y sağ tərəfə keçəndə müsbət olur. 2y üstə 3y eləyir 5y bərabərdir 30-a. Y bərabərdir 6-ya. Aha, y-i tapdıq. İndi x-i tapaq. Yenə sarılarla da sarılar bir-birinə bərabərdir. X üstə gəl 10 bərabərdir. 4x çıx 26. Məhsullar bir tərəfə, məlumlar bir tərəfə. X sağ tərəfə keçən işarənin dəyişir olur mənfi. 4x-dan x çıxanda olur 3x. Bərabər mənfi 26 sağ tərəfə, yəni bərabərliyin sağından soluna keçəndə işarə öz işarə əksi ilə dəyişir. Mənfi 26 da sağ tərəfə keçir, olur müsbət 26 sol tərəfə. Olur belə 10 üstə gəl 26. Y bərabərdir 36-nı 3-ə. Elə bir ki bu 36-ya 36-nı da 3-ə bölsək 1, 2. Qutardı, getdi. Bu qədər bəsit. Deməli, x-im, burada y yazmışım, x-im 12, y-im də 6. Diqqətiniz üçün təşəkkürlər.